Salam hörmətli abituriyentlər. 2026-cı il informatika model abituriyent jurnalının izahını vermək istəyirəm sualların. Deməli, birinci sualda bizə deyir ki, mətn redaktorunda verilmiş fraqmentdə mətn olmayan hansı obyektlərdən istifadə olunub? Və bildiyimiz kimi burada düsturlar, diaqram növü və bu da kənar gördüyünüz kimi nədir? Cədvəl. Ona görə cədvəl, düstur, diaqram olacaq variant B variantı. İkinci sualda bizə deyir ki, n dəyişəninin hansı ən kiçik qiymətində Python dilində yazılmış proqramın icrası zamanı çap edilən A simvolların sayı ən çox olar. Deməli, bizim n ədədin 5-ə bölünməsindən n bölünsün 100, yəni tam hissə 6-dan böyük olmalıdır ki, burada if bu şərt ödənsin, burada 1A çap olunacaq və n-in 5-ə bölünməsindən alınan qalığın üzərinə bir gəlində 4-ə bərabərsə A-nı vuracaq 3A plus 1A bu şərt ödənməlidir 4A. Deməli 4A buradan, 1A buradan 5A və diğer bu üçüncü if şərtimiz ödənməlidir. Ədədin 3-ə bölünəndə qalıq 2A vurulsun 3 və burada da 6A 6 5 də yuxarıda 11A və biz deməli 11A diğer variantlara baxsaq, indi fərz eləyək ki, bizdə belə deyək də diğer variantları müqayisə eləsək, burada bir dəqiqə, əgər bu if ödənməsə else-yə keçsək, yəni bu şərt ödənməsə, biz bildiyimiz kimi bu ifin else buraya geçsək, burada 10A çap olunacaq, 10A çap olunacaq. Diğer mümkün hallarımız ise bizim bu if ödendi, diğer düşürük, bu if ödəndisə, bu şərt ödəndisə, əgər bu if ödənməsə, bu if bura ödənməsə, burada A-nı vuracaq 5A buradan, else-də 5A buradan gələcək, 3A 4A buradan, 1A buradan 10A. Ən yaxşı variant ən başda da mən dediyim kimi birinci halda, yəni 11A'nın çap olunmalıdır. Bunun için biz burada yani qeyri-adi bir şey yoktur. Birinci olarak baxacağıq variantlara. A variantında 800'dür. 800'ü 100'ə böləndə 800'ün 100'ə bölməsindən alınan tam hissə biz bilirik ki, bu 2 bölmə ədədin bir ədədin digərinə bölməsindən tam hissəni göstərir. Bu bizə verəcəkdir 8. 8 6-dan böyükdürsə, burada şərtimiz ödəndiyi halda bir A çap olunacaq və 8-i 5-ə böləndə qalıq 3-dür və 3-dür. 3-ün üzərinə bir gəndə 4. 4 4-ə bərabər olduğuna görə bu şərt də bizim ödənəcək burada. Burada olacaq 4A da burada çap olunacaq. 4A. Mən indi bu formada yazdım. Yəni 4 dənə A-nı yan-yana yazmadım. Və 8-i 3-ə böləndə qalıq 0-a bərabər olmadığına görə bizim bu şərt ödənməyəcək. Getəcək diğer belə deyək də else hissəsinə. Else-də A-nı vuracaq 5-ə, A-nı vuracaq 5-ə, eləyəcək 5 dənə A yan-yana da, bax belə bu formada. Və bizdə bu if ödəndiyinə görə, bura ödəndiyinə görə biz bunların heç birinə baxmayacağıq. Deməli, burada oldu 10 variant. Bizdə də A-ların sayının ən çox olduğunu istədiyinə görə keçirik növbəti B variantını yoxlayırıq. B variantını yoxlayanda, deməli A variantı deyil, B variantını yoxlayanda 1800'ü 100'ə bölünməsindən olan tam hissə bizə 18 verəcək. 18 6-dan böyüksə bizim burada bir A-mız çap olunacaq. 18-i 5-ə böləndə qalıq 3, 3-ün üzərinə bir gələndə 4. Bu zaman 3A bir dənə A da yanında olacaq 4A və 18-i 3-ə böləndə qalıq 0-a bərabərdir deyə burada da deməli neçə A olacaqdı bizdə? Deməli 3 dənə A yan-yana 6A.
Deməli, ən çox variant bu olduğuna görə bizdə B variantı doğru variantdır. Doğru variantdır. Deməli, keçək növbəti suala. Növbəti sualda deyir ki, elektron cədvəldə A2, C2 diapazonuna uyğun qurulmuş diaqram B1 xanasının qiymətini müəyyən edib. A1, B1, C1 plus B böl 5 ifadəsinin qiymətini hesablayın. Deməli, burada da uşaqlar A1-in dəyəri verib, bizə deməli B1-in dəyəri məlum deyil. Bu zaman nə edəcəyik? Biz bildiyimiz kimi diaqram saat əqrəbinin əksi istiqamətlə qurulur. Bura A2-dir bizdə. Bura B2-dir. Bura C2-dir, 20%. Deməli, birinci baxmalıyıq ki, A1-in dəyəri neçədir? A1-in dəyəri bizə 2 vurulsun B1 plus A1. A1-in yerinə yazacağıq. Elə üzərində qeyd edirəm. Altında ya da qeyd edək. 2x plus 20. Çünki B1-in dəyəri bizə məlum deyil. C1-in dəyəri bizə məlumdur. 3 vurulsun C1 plus A1. Bura bizə verəcəkdir. 3 vurulsun 10 plus 20. Bizə verəcəkdir 50. Deməli, bizdə B2 nəyə bərabərdir? 50-yə bərabərdir. B1 üstə gələk C1. B1-in dəyəri bizə məlum olmadığına görə x üstə gələk 10. C2 də bərabərdir x üstə gələk 10. Deməli, biz burada A2 ilə B2 hər ikisi 40% deyən, avtomatik olaraq C2 xanasının dəyəri də A2 ilə B2 eyni dəyərə bərabərdir. C2 isə 20%. Deməli, bizdə A2 ilə B2 eyni dəyərə malikdir. B2-nin dəyərini biz tapmışıq ki, yəni 50-dir. Bu zaman biz tapmalıyıq ki, burada B1-in dəyəri neçəyə bərabərdir? Deməli, 50-dirsə 50 bərabərdir 2x plus 20-yə. 2x bərabərdir 30-a, x də bərabərdir 15-ə. Deməli, B1 15-ə bərabərdir. B1 15-ə bərabərdir. A2 20-yə bərabərdir. C2 isə 10-a bərabərdir. Bizə də lazım idi ki, B1-in dəyərini tapaq. Və hər birinin dəyərini yerinə qoyub ifadənin qiymətini tapmaq üçün A1-in dəyəri 20-dir. Burada yerinə qoyduq. B1-ə 15 tapdıq. C1-in isə dəyəri 10-dur. Və bunun üçünün cəminin 35, 45, 45-i 5-ə böləndə bərabərdir. Cavab eləyəcək 9. 9 isə bizdə A variantıdır. Belə. Sonra keçək növbəti 4-cü sualın cavabına. 4-cü sualda 8-16 ədədin çilik sayı sistemini kodlaşdırması üçün ən azı neçə bayt tələb olunur? Deməli, biz çilik sayı sistemində göstərmək üçün onluq sayı sistemində verilmiş. Birinci 8-i 2-nin qüvvəti şəklində göstərməliyik. 8 2-nin 3-cü dərəcədən qüvvətidir. Və göstəririk 2 üstü 3 üstü 16. Bu da bizə verəcək 2 üstü 48. Deməli, bu çilik sayı sistemində burada bir dənə 1, qüvvətin sayı qədər 0 var. Yəni 48 dənə 0 var. Deməli, bu 49 rəqəmli ədəddir. 49 rəqəmli ədəddir. Və bunun 49 bit, 49 rəqəmli ədəd, yəni 49 bit eləyir. Və bizə byte ilə istədiyinə görə biz bildiyimiz kimi 49 rəqəmli ədəd, yəni 49 bit. 49 bitdən də biz byte-ə keçmək üçün böləcəyik 8-ə. Bu da bizə verir 6 tam, belə deyək də, nöqtə byte, yəni 6 tam neçəsə byte. Bunu da yuvarlaqlaşdıraraq, yuxarıya götürərək bizə verəcək 7 B variantı. Növbəti 5-ci sualda Python dilində yazılmış proqramın fraqmentinə əsasən doğru mülasəni müəyyən edin. Və deməli, burada verib ki, 0-dan n-ə qədər n bərabərdir int input, bir dəyər dayalıdır, boş siyahı verib və 0-dan n-ə qədər ədədlər götürür. Hər dəfə ədəd əlavə olunur və bu A siyahısına əlavə olunur. A siyahısına əlavə olunandan sonra burada ikinci dəfə bizim bu formumuz daxil olaraq A siyahısından for x in A birbaşa siyahıya müraciət eləyir. X A siyahısından götürdüyü dəyər əgər 2-yə bölünəndə 1-ə bərabərsə, deməli burada söhbət tək ədədlərdən gedir və S-in üzərinə gəlir 0.3 faizini. Deməli,
Bu vaxt nə edəcək? 30% gedir də tək ədədlər. Yəni bu 0.3 30%-ni hesablayır. Deməli, birinci deyir proqram siyahısındakı tək ədədlərin sayını hesablayır. Bu yanlış variantdır. Bir yanlış olduğuna görə avtomatik olaraq D variantının çıxdı. İkinci deyir proqram tək ədədlərin 30%-ni cəmini hesablayır. Bu doğrudur. Sonra üçüncü deyir ardıcıl olaraq 5, 6, 7, 9, 2, 4 daxil edilərsə ekranda 6, onda 3 çap olunar. Əgər biz 5 versək, dövr 6-ya qədər gedəcək və 5'e qədər gedəcək. 6, 9, 7 və ədədi 6-nı 2-yə böləndə qalıq bu variantı yoxlasaq, 6-nı 2-yə böləndə qalıq 0-a bərabərdir. Yəni bu şərt ödənmədiyinə görə 9-da ödənəcək, 7-də ödənəcək, 2-də ödənməyəcək. Deməli 9 ilə 7-nin 30%-i də bizə bu da 9 ilə 7-nin 30%-i də bizə bu dəyəri verməyəcək. Ona görə 3 də yanlışdır. 3 yanlış olduğuna görə variantlardan 3'ü çıxdıq. Deməli cavab burada C ilə Y. Y variantında da biz birinci, ikincinin doğru olduğunu tapdığımıza görə Y variantıdır. Cavab C variantıdır. Sonra 6-cı sualda bizdə Python dilində yazılmış proqramın nəticəsini istəyir. Deməli biz A'ya bir ifadə verib, bir A, B, C, D, K, for i-ina birbaşa A dəyişənə müraciət edərək elementləri götürür və burada əgər ədəd, yəni i A-ya bərabərsə K bir vahid artır və STR K üstəgələk B. Deməli birinci 1'i götürəcək. Proqram belə işləyir. I bərabərdir 1'i götürdü. 1 A-ya bərabərdir yox. Sonra i gəlir A-nı götürür. A-ya bərabərdir K olacaqdır 1 və B bərabərdir STR K. Yəni artıq burada K bu vəziyyətdə dırnaq, yəni sətir ifadəyə çevirir. Üzərinə gəlir B boş dırnaqdır. Bizə verəcəkdir. Biz bilirik ki, sətir ifadələr toplananda B bitişir 1. Sonra i B-ni götürəcək. Növbəti dəfə burada yandan yazıram uşaqlar. I bərabərdir B-ni götürəcək və B A-ya bərabər olmadığına görə bir bərabərdir A şərti ödənmədiyinə görə biz K artmayacaq. I gəlib növbəti də C-ni götürəcək. Yəni bizim şərtimiz ödənməyəcək. C A-ya bərabər deyil. 2'ni götürəcək. Burada da bizim şərtimiz ödənmir. Növbəti dəfə A-nı yenə götürəcək. I bərabərdir A-nı götürəndə və K-nın üzərinə bu dəfə də bir şərt ödənəcək. K-nın üzərinə 1 gələcək. K-nın sonuncu dəyəri bizdə neçə idi? 1 idi. 1'in üzərinə 1 gələcək. K olacaqdı 2 və bu dəfə gələcək STR K-nın B bərabərdir. Artıq 2 dırnağa düşəcək. Üzərinə gələcək bir axırıncı dəfə 1 idi və olacaq 2, 1. Uşaqlar, deməli bu burada A simvollarının sayını tapır. Yəqin ki, özünüz məntiqi tapmış olarsınız. Və növbəti burada bu A-da gəlib 3 olacaq və gördüyünüz kimi sayır və tərsinə çevirir. Bizim də ifadəmizdə 1, 2, 3, 4, 5 dənə A var. Deməli burada bizdə ifadə 2, 1, növbəti A-nı götürəndə bura olacaq K olacaqdır 3 və burada 3 ilə 2, 1'i toplayanda bizə verəcəkdir 2, 1 olacaq 3, 2, 1. Deməli bu A-ları sayır və saydıqca hər dəfə ifadəni də tərsinə çevirir. Və bizim bu ardıcıllığa 3, 2, 1, üzr istəyirəm, burada qeyd eləməmişəm. Uyğun gələn variant A variantı. Belə uşaqlar, hələlik izah bu qədər və videonun davamını gəlməyini istəyirsinizsə kanala abunə olun və öz dəstəyinizi əsirgəməyin.